Hal-hazırda biz çox gözəl məkandayıq. Hansı ki, burada top liderlər və şirkət rəhbərliyi var. Şirkət bir promo qoymuşdu bizlər üçün və onun qalibləri bir masa arxasındadır. Onlardan biri də bizim dəyərlimiz Naibə xanımdır. Naibə xanım, təəssüratlarınızı bilmək istəyirəm. Hər birinizi salamlayıram. Burada olmaqdan çox məmnunam. Şirkətimiz bir daha həqiqətən də aktiv xanımlara öz dəyərini göstərdi, sevgisini, diqqətini göstərdi. Çox gözəl bir promoydu. Mən burada olduğum üçün, belə uğurlu xanımların yanında olduğum üçün çox qürurlanıram. Təşəkkür Uğurlar sizə, uğurlar. İndi isə şirkətin dəyərli lideri Ülviyə xanımı eşitmək istəyirdik. Ülviyə xanım, bugünlə bağlı təəssüratlarınızı bilmək istəyirəm. Təəssüratlarım möhtəşəmdir. Uğurlu xanımların içində olmaq möhtəşəmdir. Uğurlu olmaq çox gözəldir. Qalib olmaq çox gözəldir. Və arzum budur ki, hər biriniz çalışın, qalib olun. Gözəl şirkətin bütün dəyərlərindən yararlanın. İndi isə komandamızın gözəl Göyçay əməkdaşlarından biri olan Aygün xanımın təəssüratlarını bilmək istəyirəm. Aygün xanım, top liderlərin arasında olmaq necədir? Çok gözəldir. Mən də çox xoşbəxtəm burada olmaqdan, qürur duyuram sizlərlə də, bizimlə də. Çox sağ olsun Sabir Azərbaycan'a. Təşəkkür ederim. Can. İndi isə komandamızın dəyərli liderlərindən Günaz xanım, sizin təəssüratlarınızı bilmək istəyirəm. Hər zaman hər bir promonun qalibi olmağı istəmişəm və sevmişəm öndə olmağı. Bu günlərdə bu promonun qalibi olaraq Sabir Azərbaycanın təşkil etdiyi möhtəşəm bir partidəyəm və ən çox da qürurluyam, sevincliyəm ki, top liderlərin arasındayım. Burada olmaq həqiqətən qürur vericidir. Çox xoşbəxtəm. Təşəkkürlər Sabir ablanız. Biz sizə təşəkkür edirik. Cəbrə xanım, belə bir partidə olmaq hansı təəssüratlar yaşadır sizdə? Çox gözəl təəssüratlar yaşayıram hal-hazırda və burada kimlər var? Burada şirkətin top liderləri, peşəkarları, 5-10 min dərəcəsi olan əməkdaşlar, şirkət rəhbərliyi, həqiqətən də belə promoların təşkil olunmağı və qaliblərin çox gözəl məkanda, özəl məkanda xüsusi diqqət göstərilməsi çox gözəldir. Və mən də illər öncə tək gəlmişdim. İndi isə komandamla birlikdə belə gözəl tədbirlərdə iştirak edirəm. Təşəkkürlər Sabir Azərbaycan.